Deməli, yeməyimizə əsas qarışım olaraq kakos deməli, yağından süddür. Baxın, yəni çox dadı möhtəşəmdir. Bunu əlavə edirik. Pastanı gətirin, zəhmət olmasın. Bu formada südümüzü əlavə elədik və sonra yeməyimizə pastanı əlavə edirik. Şipçini ver, zəhmət olmasın. Qara nudulumuz budur. Bu şəkildə əlavə edirik. Kakos südü daha çox yeməklərin deməli, tərkiblərinin belə deyək, dadlandırılmasında, həm də ki, vitaminli tərkibdir də. Yəni, kakos südü elədir ki, yeməkləri daddan əlavə fərqlilik verir. Yağının tərkibində elə bir şey var ki, yəni yeməyə, belə deyək, təravətli edir. Həm də ki, bu qarışım demək olar ki, çox restoranda da istifadə olunmur. Xüsusi mətbəxlərdə istifadə olunur kakos südü. Biz də əlavə elədik. Və bu yeməyimizdən əlavə olaraq miso pasta, özümüz miso pasta düzəldirik soya sosdan, kakos südündən yenə də və sensoy, deməli, teriyaki sosundan miso pasta düzəldirik. Bu qarışımdan əlavə olaraq deməli, müxtəlif cür şorbalar düzəltmək olar, miso sup düzəltmək olar, tom yam düzəltmək olar və ramen düzəltmək olar. Biz də tom yam eləyəcəyik indi tələbələrlə.